Salam, hər vaxtınız xeyir olsun. Dəyərli 6-cı sinif şagirdləri, xoş gördük sizləri. Bugün liseylərə qəbul imtahanının deməli 6-cı sinif üçün olan sualların izahına baxacağıq. Kanalımıza abunə olun, videomuzu bəyənin ki, daha tez videolarımız sizə çatsın. Gələcəkdə də təbii ki, dərslərimizdən falan istifadə edə bilərsiniz. Kanalımızda kifayət qədər dərs videoları var. Və dərslərimizə qoşulmaq üçün istər lisey hazırlığı, istərsə də abituriyent hazırlığı üçün nömrələrimizi qeyd edirəm. Burada 070 535 35 55. Bax, bu nömrəni WhatsApp-dan yazaraq dərslərimizdə iştirak edə bilərsiniz. İlk sualımızda nə deyir? Ahəng qanunu pozulmuş sözü müəyyən edin. Baxırıq, ahəng qanunu pozulmuş söz deməli elə A variantıdır. Həm incə saytlar, həm də qalın sayt var. Deməli, ikisi bir arada olanda ahəng qanunu pozulur. Ya incə sayt olmalıdır, ya da qalın saytlar olmalıdır ahəng qanununa görə. İkinci suala baxaq. Hansı bənddəki sözlər sinonim deyil? Xeyirxah, xeyir işlər görən deməkdir. Zəhmətkeş də zəhmət çəkən deməkdir. Deməli, elə bunlar sinonim deyil. Egoist və xudbin eyni anlayışdır. Ona görə sinonimdir. Sakit və səssiz eyni mənanı bildirir. Sinonimdir. Balaca və kiçik sözləri yenə sinonim sözlərdir. Ona görə cavabımız A variantı oldu. Deməli, kökləri eyni olan düzəltmə sözləri müəyyənləşdirin. Gölmə düzəltmə sözlərdir. Burada ona görə A variantını götürməyəcəyik. Göllər. Burada lər leksik deyil. Son, uncu, sonluq. Görürsünüz, ikisi düzəltmədir. Leksik şəkilçi var. İkisinin də kökü eynidir. Deməli, cavab elə B variantıdır. Digər variantlar da uyğun deyil. Dördüncü sualımıza baxaq. İsimləşmiş sayın işləndiyi cümləni müəyyən edin. Yəni, ismin sualına cavab verməlidir. Axırıncı söz mənim idi. Söz, burada ümumiyyətlə elə bir şey yoxdur. Minlərlə insan bizə dəstək oldu. Yoxdur. Bu hadisə çoxdan olmuşdu. Nə zaman? Burada da yoxdur. Narazı olanlar birincilər idi. Kim idi? Birincilər. Deməli, bax, birincilərdir. Kimdir? Görürsünüz, birinci sözü saydı, amma ismin sualına cavab verir. Həm də cəm şəkilçisi qəbul edib isimləşib. Deməli, cavab D variantıdır. Verilmiş sözlərdən biri həm inkar şəkilçili feil, həm də leksik şəkilçili isim kimi düşünülə bilər. Biri var bölmə, bölmə əməli. Bir də var deyirəm bölmə inkarda. Yəni, bunu inkar şəkilçisi kimi də götürə bilərik. Deməli, cavab elə C variantıdır. Hansı şəkilçi türk sözünün kökündəki son samitin tələffüzünü dəyişər? Məsələn, bu iki samiti təkhecalı sözlərdə türk, kürk, dik, tək və s. kimi sözlərdə ümumiyyətlə heç vaxt dəyişmir. Ona görə də son samitin tələffüzünü dəyişər. Heç bir variantını götürürük, heç bir şəkilçi. Qeyri-müəyyən əvəzliyi müəyyənləşdirin. Burada da sual əvəzliyi, təyin əvəzliyi, kimsəsiz ümumiyyətlə sifətdir. Cavab B variantı nə isə qeyri-müəyyən əvəzlikdir. Mənsubiyyət şəkilçili iki sözün işləndiyi cümləni müəyyən edin. Var dövlət hərisi, var dövlətin hərisi, deməli bir mənsubiyyət buradadır. Hökümdar xalqının güzəranını heç düşünmürdü. Xalqı, onun xalqı, bir də onun güzəranı. Burada 3 dənədir. 2 sözün işləndiyini istəyir. Var dövlət hərisi bir dənə mənsubiyyətdir. Xalqının öz xalqı 2 dənə mənsubiyyət var. Burada da n-da haldır. Burada da I mənsubiyyət, n-da haldır. Deməli, bunu götürmürük. Günün qızmar şüaları, onun şüaları mənsubiyyətdir. Başqa bir söz yoxdur burada da. Şairin ən məşhur əsərləri, onun əsərləri. Molla Nəsrəddin jurnalı, onun jurnalı. Jurnalında nəşr olunub. Deməli, biri əsərlərində mənsubiyyət var, bir də jurnalında. Cavab C variantı olacaq. Deməli, növbəti sualımıza baxaq uşaqlar. Deməli, baxırıq. Hansı cümlədə verilmiş tələblərin eyni anda hər üçünə uyğun gələn söz həm çox mənalı olmalıdır, həm sinonimi var, həm də quruluşca düzəltmə sifət olmalıdır. Məsələn, A variantında quruluşca düzəltmə sifət görmürük. Bir dənə qalib sözü var, o da sadədir. Hamı bilirdi ki, onun parlaq gələcəyi. Baxın, parlamaq feilindən parlaq sözü düzəlir. Düzəltmədir, quruluşca düzəltmə sifətdir, parlaq gələcək. Çox mənalıdır burada, parlaq məcazi mənada işlənib elə. Parlaq günəş desək həqqi, parlaq gələcək desək məcazi. Sinonimi varmı? İşıqlı gələcəyi də ola bilər. Bəli, sinonimi də var. Elə cavab B variantı olacaq. Digər variantlara baxsaz, orada da cavab uyğun gəlmir. 10-cu sualımıza baxaq.
Cümlənin təhlili ilə bağlı düzgün fikri müəyyən edin. Gecələr kəndin aşağısında gözəl bir mənzərə yaradır. Nə yaradır gecələr? Bir belə sual verə bilərik. Bir də deyə bilərik ki, nə zaman kəndin aşağısında gözəl bir mənzərə yaradır? Gecələr, nə vaxt, nə zaman? Zərflik kimi də götürə bilərsiniz. İsim və zərf kimi düşünülə bilər. Bəli, həm zərf olacaq, zərflik kimi işlənəcək, həm də isim kimi işlənə bilər. Nə sualına cavab verin. Elə variantı düzgündür. Məsələn, yaradır sözünə yazıb ki, mənzərə yaradır. İndiki zamanda da yaramaq fe'ilə yaratmaq, indiki zaman. Keçmiş zaman şəkilçili təsdiqdə işləmiş feildir, yanlışdır. Keçmiş zamanda deyil, indiki zamandadır. Aşağısında isim deyil, zərfdir aşağı. Mənzərə yalnız adlı hallı söz kimi düşünülə bilər. Mənzərə yaradır, mənzərəni yaradır da düşünə bilərik. Nəyi? Ona görə bu yanlışdır. A variantı oldu. 11-ci sualda deyir ki, müddətlik sözünün fonetik təhlili ilə bağlı düzgün fikirləri müəyyənləşdirin. Müddətlik şəklində tələffüz olunur. Baxırıq. Deməli, düzgün fikirlər müəyyənləşdirin. Deyiliş yazılış arasında iki fərqli məqam var. İki fərqli məqam görürsünüz. Bir burada L dəyişib, bir də ik dəyişib. Deməli, doğrudur. Həm sözün kökündə, həm də şəkilçinin tərkibində tələffüz fərqi var. Həm sözün kökündə, həm də şəkilçinin tərkibində. Kökdə fərqlilik yoxdur, görürsünüz. Ona görə yanlışdır. Qoşa cingiltili samit səslərdən biri kar tələffüz olunur. D-ları deyir, D-lar fərqlənmir. Y cingiltili samitinin kar qarşılığı ik var burada. Y-nin cingiltili qarşılığı nədir? İk səsi. Bu doğrudur. Eyni səs 3 dəfə təkrarlanıb. D-ların ikisi buradadır, biri də buradadır. Deməli, bunu da düzləyib. 1, 4, 5, B variantı. Uşaqlar, mətnimiz var belə bir dənə. Bunu oxuya bilərsiniz. Bax, istəsəz lap biraz da belə göstərim. Siz ekranı yaxınlaşdırıb oxuya da bilərsiniz. Bax, mətn budur. Bundan ibarətdir. Yarısı buradadır. Yarısı buradadır, yarısı da buradadır. Ekranı yaxınlaşdırıb oxuya bilərsiniz. Siz oxuyun. Bu arada uşaqlar, əyani şəkildə Gəncədə də dərslərimizə qoşula bilərsiniz. Gəncə şəhərində əyani şəkildə hazırlıqlarımıza qoşula bilərsiniz. Yenə də təkrar nömrəmizi deyim. 070 535 35 55. Bu nömrələrə yazaraq həm Azərbaycandan, həm riyaziyyatdan dərslərimizə qoşulub iştirak eləyə bilərsiniz. Belə, kanalımıza da abunə olun, videomuzu bəyənin. Keçək mətnimizin suallarına. Altından xətt çəkilmiş sözün məna baxımından hansı məcazi ifadə ilə əvəz etmək olar? Deyir ki, ən yaxşı cəhətlərin aşkarlanmasına, yəni üzə çıxmasına. Üzə çıxmaq məcazidir. Üzə necə çıxır? Deməli, məcazidir. O biriləri məcazi deyil. Ona görə B variantı. Mətndə tünd qara hərflərlə verilmiş sözün kontekstdəki mənasını müəyyən edin. Tünd qara hərflərlə verilmiş mühit sözüdür. Mühit sözdə nə deməkdir? İnsanlara əhatə edən ictimai şərait. A variantı. Üzərində rəqəm qoyulmuş hansı söz məcazi məna daşıyır? Baxırıq. Bir ortaya çıxır. Ortaya necə çıxacaq? Məcazidir. Bir də təhsil almaq məcazidir. Burada xarakter, illər sözləri həqiqidir. 1-2 cavabını götürəcəyik. Məcazi mənalı 1-2-dir. A variantı. Aşağıdakı cümlələrdən biri kursivlə verilmiş fikri əsaslandıra bilər. Kursivlə verilmiş fikirdə nə deyirdi bizə? Baxaq. Deyir, bir insanın daxilində hansısa his yoxdursa, ona tərbiyəvi yolla təsir etmək mümkün deyil. Baxırıq ki, yəni insanın deyir, özündə olmalıdır his. Hisslər insanı özünə tabi etməkdə acizdir, yox. Əgər bir insanda mərhəmət hissi yoxdursa, kənar təsirlər həmin hissi formalaşdıra bilməz. Bəli, elə orada da bunu deyib də, insanın özündə olmalıdır yəni. Cavab B variantıdır. Hansı fikirləri 16-cı suala baxaq. Həm giriş, həm də əsas hissəyə aid etmək olar. Baxarıq. Giriş hissədə nədən danışırdı uşaqlar? Giriş hissədə deyirdi ki, insanlar bir-birinin təkcə anadan gəlmə xüsusiyyətləri ilə fərqlənmirlər. Zaman keçdikcə, deməli, cəmiyyətin təsiri ilə insanlar arasında yeni fərqli xüsusiyyətlər ortaya çıxır. Təhsil aldığın məktəb, yaşadığın mühit səndə xarakter və maraq formalaşdıra bilər. Buna görə də illər ötdükcə xarakterdə fərqlilik yaranması qaçılmazdır. Deməli, giriş buraydı. Sübut olunub ki, hər bir insan doğulanda müsbət xüsusiyyətlərlə doğulur. Ancaq uşaqlıq dövründə qarşılaşdığı müsbət və mənfi hadisələr bu xüsusiyyətlərin üzə çıxmasına və ya yox olmasına təsir edir.
İndi bax bu da əsas hissəmizin birinci abzası. Sonra yalnız bir şeyi dəqiq söyləmək olar. Bir insanın daxilində hansısa hiss yoxdursa, ona tərbiyəvi yolla təsir etmək mümkün deyil. Həmçinin insanın daxilindəki istək onun tərbiyəsinin formalaşmasını göstərir. Baxırıq indi sualımıza. Ətrafımız bizim dəyişməyimizə səbəb ola bilər. Giriş və əsas hissədə bu var idi. İnsanda bəzi xüsusiyyətlər dəyişməsində mühit acizdir. Xeyr, acizdir, dəyişə bilər. Uşaqların xarakteri xarici təsir nəticəsində formalaşa bilər. Girişdə də var idi, əsasda da belə bir şey var idi. İnsan bir ömür eyni xasiyyətdə qala bilər, bu yanlışdır. 1-3 cavabını götürəcəyik, A variantı. 17-ci suala baxaq. Verilmiş faktlardan ikisinin mətnə əsasən əsaslandırmaq olar. İnsanın davranışı təkcə onun böyüdüyü ailədən asılı deyil. Bəli, ətrafdan da asılıdır, bunu deyə bilərik. Əvvəldən oxşar xasiyyətə malik olanlar sonradan fərqlənə bilərlər. Bəli, çünki insanın xasiyyəti fərqlənə bilər deyir orada. Hər bir şəxsə tərbiyə ötürən yeganə mühit ailədir. Yeganə mühitmi? Bəs ətraf, məktəb, bu yanlışdır axı. Zaman bir çox dərdlərin dərmanıdır. Bunu da deməli deyə bilmərik, zamandan danışmır. Və ikisini götürəcəyik, 1-2. Belə bir maraqlı sual var uşaqlar. Buna da baxaq. Düzgün fikir və nümunəni müəyyən edin. Cümlə yalnız baş sözlərdən ibarət ola bilər. Baxaq görək nümunədə eləmi verib. Dənizin sonsuz gözəllikləri göz oxşayır. Nə edir göz oxşayır? Nə? Dənizin sonsuz gözəllikləri. Deməli düzgün fikirdir də bu. Yalnız baş sözlərdən ibarətdir verdiyi cümlə. Mübtədə heç də həmişə cümlənin əvvəlində işlənmir, deyir. Baxaq görək burada əvvəlində işlənib, yoxsa ortada. Nazimin fikirlərindən atası baş açmadı. Baş açmadı kim? Atası. Nədən? Nazimin fikirlərindən. Deməli düz deyir də, ortada işlənib. Həmişə əvvəldə işlənməyə də bilər. Bir cümlədə həm feili, həm də ismi xəbər işlənə bilər. O darıxırdı. Darıxırdı kim? O, mavi gözləri yollarda idi. Gözləri yollarda olmaq frazoloji olacaq. Deməli, hansı gözləri mavi? Burada da deməli ismi xəbər var. Gözləri yollarda idi. Nədə idi? Bir də darıxırdı, nə edirdi? Həm ismi xəbər var, həm feili xəbər. Bu da doğru fikirdir. Mübtədə və xəbər eyni anda söz birləşməsi ilə ifadə oluna bilər. Sənin gəlməyin məni təəccübləndirdi. Nə etdi? Təəccübləndirdi. Nə? Sənin gəlməyin. Axı burada xəbər söz birləşməsi deyil, yanlışdır. Mübtədə və xəbər kəmiyyətə görə həmişə uzlaşmalıdır. Heyvanlar acsuz qaldıqlarından arıqlamışdı. Arıqlamışdılar olsaydı uzlaşardı. Heç burada uzlaşmayıb axı. Bax, heyvanlar cəmdədir, xəbər təkdir. Deməli, 1-2-3 variantını götürəcəyik, düzgün fikirlər olardı. 19-cu suala baxaq. Verilmiş cümlə haqqında yanlış fikirləri müəyyənləşdirin. Yaxınlıqdakı çayların şırıltılı səsləri eşidilirdi. Eşidilirlər. Çayların şırıltılı səsləri eşidilirlər. Lər olmalı deyil axı burada, bu artıqdır. Eşidilirlər xəbərdə artıq işlənən şəkilçi var. Düz deyir də, eşidilir olmalıydı. Burada cansız deyə xəbər təkdə olmalıdır. Çayların verilmiş cümlədə həm yiyəlik, həm də mənsubiyyət şəkilçili söz kimi düşünülə bilər. Çayların şırıltılı səsləri. Çayların səsləri yox, bu ancaq yiyəlik hal kimi düşünəcəyim, yanlışdır. Yaxınlıqdakı düzəltmə yer zərfidir. Yaxınlıqdakı varsa, daki olanda sifət olur o. Yanlışdır. Şırıltılı çoxaltma dərəcəli düzəltmə sifətdir. Çoxaltma dərəcəlidirmi şırıltılı? Xeyr, çoxaltma dərəcəli deyil, amma düzəltmədir. Səsləri mənsubiyyət şəkilçili adlı xallı isimdir. Çayların səsləri eşidilir. Nə? Çayların səsləri. Düz deyir, adlı xaldır, amma bizə nə deyib burada? Bunu da düz deyib də mənsubiyyət şəkilçilidir. Burada yanlışlar 2-3-4-dür. Uyğunluğu müəyyənləşdirin. Sinif və cisim sözləri bütün hal şəkilçiləri ilə işləndikdə son saytını itirir. Yanlışdırmı, doğrudurmu? Deməli, bütün hal şəkilçiləri ilə yox. Saytla başlanan hal şəkilçiləri olanda bu yanlışdır. Bunu götürəcəyik 1-1. Yönlük hal şəkilçisi artırılmış bütün sözlərdə tələffüz fərqi yaranır. Nənəyə, babaya, bunlarda nəniyə, babi olur, amma bütün sözlərdə olmaz axı. Məsələn, kitaba. Kitabda fərqlənmir axı orada. Ona görə bu yanlışdır. Bunu da yanlış götürəcəyik. 5, 6, 7, 8 sayları numarativ sözlərlə işlənir. 5-6 nəfər. Bəli, 5, 6, 7, 8 sayları. Bizə dəqiqə.
5 arada vergül qoyub bir şey. Baxın, diqqətlə fikir verin. 5, 6, 7, 8 sayılar nümerasi sözlərlə işlənə bilər. İşlənirmi? Bəli. 5 nəfər, 6 nəfər, 7, 8 nəfər deyə bilərəm. Bəli, doğru fikirdir bu da. Deməli 1-ə B, 2-yə B, 3-ə A. 1-ə B, 2-yə B, 3-ə A. O da cavab B variantı. Hələlik uşaqlar, kanalımıza abunə olmağı, videomuzu bəyənməyi unutmayın. Kanalımızda çoxlu dərslər var, sizə kömək ola bilər.